Liviyaya onun dövründə Cənnət Krallığı deyilməsinin səbəbi əbəs yerə deyildi. 42 il ərzində o sadəcə bir lider deyil, öz xalqının gözündə bir yarım tanrı, Afrika krallarının kralı idi. Altında milyardlarla dollarlıq qızıl ehtiyatı, qəlbində dünyanın ən güclü ordularına, dövlətlərinə meydan oxuyan bir cəsarət var idi. Lakin hər şeyin bir sonu olduğu kimi, onun da hekayəsi ağlasığmaz bir faciə ilə bitdi. Təsəvvür edin, dünyanın heç bir liderindən çəkinməyən, çadırdan çıxıb Avropanın ən böyük saraylarında qonaq olan bir lider həyatının son anlarını qaranlıq, qan qoxan bir su borusunun içində keçirir. Üzü qan içindədir, ətrafı isə illərlə çörək verdiyi, öz övladları kimi bəslədiyi xalq indi onu tikə-tikə parçalamağa hazır və qəzəblidir. Onun tarixə düşən son sözləri qulaqlardan hələ də getmir. Mən sizə nə etmişəm? Övladlarım, axı siz nə edirsiniz? Bu haramdır. Amma kütlənin gözünü qan tutmuşdu. Kimsə onu eşitmirdi. Bu sadəcə bir insanın yox, bütöv bir Liviyanın, bəlkə də yaxın şərqin ölüm anı idi. Çünki Qəddafinin ölümündən sonra Liviya əsla əvvəlki kimi olmayacaqdı. Bəs 42 illik mütləq hakimiyyəti necə oldu ki, bir su borusunda dəhşətli bir ölümlə sona çatdı? Müəmmər Qəddafi əslində kim idi? Qəddar bir qan içən diktator, yoxsa xalqı üçün hər şeyi gözə alan bir qəhrəman? Gəlin baxaq. Tün hekayə 1969-cu ildə başladı. O vaxt Liviyanı idarə edən Kral İdris ölkənin neft gəlirlərinin böyük hissəsini xarici dövlətlərdən qorxduğu üçün onların cibinə axıdırdı. Xalq isə səfalət və yoxsulluq içində daxmalarda, çadırlarda yaşayırdı. Məhz bu dözülməz vaxtda səhnəyə cəmi 27 yaş olan, gözlərindən qığılcım yağan gənc bir iddialı polkovnik çıxdı. Bu, Müəmmər Qəddafi idi. O bir qrup gənc zabitlə birlikdə hərəkətə keçdi və inanılmaz hadisə baş verdi. Bircə damla belə qan tökmədən, tək bir güllə atmadan gənc zabit bütöv bir monarxiyanı devirdi. Qəddafi hakimiyyətə gələn kimi ilk işi xarici hərbi bazaları ölkədən qovmaq və Liviyanın bütün neft ehtiyatlarını milliləşdirmək oldu. Artıq neft qərbin deyil, Liviya xalqının idi. Bu cəsarətli addım gənc lideri bir anda xalqın gözündə əfsanəyə çevirdi. O təkcə bir prezident deyil, xalqın içindən çıxmış bir xilaskar idi. Bugün qərb mediası onu amansız, zülümkar bir diktator kimi təqdim etsə də, rəqəmlər və faktlar tamamilə başqa həqiqəti deyir. Qəddafinin idarə etdiyi Liviya qısa müddətdə bütün Afrika qitəsinin ən firavan, ən zəngin ölkəsinə çevrilmişdi. Gəlin onun öz xalqı üçün nələr etdiyinə baxaq. Bu siyahı o qədər uzundur ki, müasir dünyanın ən inkişaf etmiş dövlətlərini bugün belə heyrətə gətirir. Liviyada elektrik enerjisi tamamilə pulsuz idi. Vətəndaşlar işıq pulu, kommunal xərc nədir bilmirdilər. Banklardan götürülən kreditlər 0% verilirdi. Qanunla faiz tətbiq etmək, insanları borca salmaq qəti qadağan olunmuşdu. Bir gənc ailə quranda dövlət ona ev almaq və həyata rahat başlamaq üçün düz 50.000 dollar dəyərində təmənnasız pul yardım edirdi. Təhsil və səhiyyə bütün vətəndaşlar üçün tamamilə pulsuz idi. Əgər bir Liviya vətəndaşı ölkə daxilində ehtiyacı olan keyfiyyətli təhsili və ya mürəkkəb müalicəni ala bilmirdisə, dövlət onu xaricə göndərir, bütün tibb və təhsil xərclərini ödəyir, üstəlik cibinə hər ay 2300 dollar təqaüd qoyurdu. Avtomobil almaq istəyənlər üçün dövlət maşının dəyərinin düz yarısını öz büdcəsindən ödəyirdi. Bütün bunlarla kifayətlənməyən Qəddafi, ölkəni şirin su ilə təmin etmək üçün dünyada analoqu olmayan milyardlarla dollara başa gələn böyük süni çay layihəsini həyata keçirdi. Səhranın ortasında qurumuş torpaqdan şirin suyu çıxarıb, ölkənin böyük şəhərlərinə çəkmişdi. Liviya sözün əsl mənasında cənnətə çevrilmişdi. Bugün də milyonlarla insanın heyrətlə izlədiyi Məhəmməd Peyğəmbərin həyatından bəhs edən Cağrı filmi də məhz elə Qəddafinin ayırdığı büdcə ilə çəkilmişdi. Heç kimin risk edib büdcə ayırmadığı bu filmə Qəddafi milyonlarla dollar və Liviya ordusundan əskərləri bu filmdə qoşunlar kimi istifadə olunsun deyə ayırmışdı. Bir sözlə o İslam aləmi və Liviya üçün əlindən gələni edirdi. Bəs hər şey bu qədər gözəl etsə, niyə bu imperiya yıxıldı? Səbəb sadə idi. Qəddafi sadəcə ölkə daxilində deyil, beynəlxalq arenada da yazılmamış qaydaları alt-üst edirdi. O heç kimdən qorxmur, dünyanın ən böyük liderləri ilə, qlobal güclərlə açıq şəkildə istehza edirdi. İşin ən pik nöqtəsi onun BMT Baş Assambleyasındakı o məşhur qalmaqallı çıxışı oldu. Bütün dünya liderlərinin, o cümlədən Amerika prezidentinin gözü qarşısında kürsüyə çıxan Qəddafi, BMT-nin nizamnamə kitabçasını əlinə aldı, milyonların izlədiyi canlı yayımda qəzəblə vərəqlərini cırdı və kənara atdı. O
Təhlükəsizlik Şurasını açıq şəkildə terror şurası adlandıraraq dünyadakı ədalətsizliyi, ikili standartları hər kəsin üzünə vurdu. Amma onun əsl qətlinə fərman verən addım sadəcə bu çıxış deyildi. Qəddafi Amerikanın ən həssas, ən ağrılı nöqtəsinə, dolların hegemonluğuna zərbə vurmağa hazırlaşırdı. O bütün Afrika və zəngin ərəb dövlətlərini birləşdirərək Qızıl Dinar adında yeni ortaq bir valyuta yaratmaq istəyirdi. Plan sadə və Qərb üçün ölümcül idi. Liviya və digər neft nəhəngləri nefti ancaq qızılla satacaq, Amerika dolları isə tarixin zibilliyinə atılacaqdı. Bu layihə ABŞ və Avropa iqtisadiyyatının qaçılmaz məhvi demək idi. Qəddafi artıq qırmızı xətti çoxdan keçmişdi. Böyük güclər onun qələmini artıq qırmışdılar. Və nəhayət o qanlı 2011-ci il gəlib çatdı. Yaxın Şərqi yandırıb yaxan ərəb baharı küləyi Liviyaya da gətirildi. Süni şəkildə yaradılan üsyanlar, kənardan qızışdırılan və xaricdən silahlandırılan qruplaşmalar bir anda sakit firavan ölkəni əsil cəhənnəmə çevirdi. Qəddafi ekranlara çıxıb xalqına müraciət edərək bu kütlələrin arxasında Qərbin və xarici kəşfiyyatların dayandığını, əsas məqsədin Liviyanı parçalamaq, nefti təkrar ələ keçirmək olduğunu dəfələrlə desə də, illərlə rahat yaşayan kütlə artıq amansız bir nankorluğun ovcuna düşmüşdü. İnsanlar bu cənnət krallığından daha çoxunu, daha artığını istəməklə öz sonlarını yaxınlaşdırdıqlarından xəbərsiz idilər. Amerika və Fransa başda olmaqla NATO gücləri bu fürsəti qaçırmadı. Xalqı qorumaq bəhanəsi ilə Liviyanın səması cəhənnəm oduna büründü. Aylarla davam edən amansız bombardımanlar, raket zərbələri ölkənin 40 ildə qurulan infrastrukturunu yerlə yeksan etdi. Qəddafinin ordusu dağılır, illərlə yanından ayrılmayan ən sadiq adamlar belə ona xəyanət edib qaçırdı. Paytaxt Tripol düşdü, amma bir çoxlarından fərqli olaraq Qəddafi ölkədən qaçmadı. Xarici dövlətlərdən sığınacaq, mərhəmət istəmədi. O son nəfəsinə qədər vuruşmaq üçün doğulduğu şəhərə Siirtə çəkildi. 2011-ci il 20 oktyabr Qəddafinin konvoyu mühasirədə olan Siirtədən çıxmağa cəhd edərkən yoldan NATO təyyarələri tərəfindən vuruldu. Duman, dəhşətli partlayış, qan və barıt qoxusu. Ağır yaralı halda sürünərək yol kənarındakı çirkablı, rütubətli bir su borusuna sığınan o nəhəng lider nəhayət qəzəbli silahlılar tərəfindən tapıldı. O anın titrək kadrlarını bütün dünya donaraq izlədi. Mən sizin atanızam, sizə nə pislik etmişəm deyə qışqıran, qan içində olan 69 yaşlı, taqətdən düşmüş bir qocanı, illərlə cənnət yaşatdığı xalqı vəhşicəsinə linç edirdi. Onu döydülər, ən iyrənc və ən alçaldıcı hərəkətlərə məruz qoydular və nəhayət başından vuraraq həyatına son qoydular. Liderin cəsədini isə günlərlə bir ət bazarının soyuducusunda böyük bir qələbə kimi nümayiş etdirdilər. Bəs bu dəhşətli vəhşiliyin, bu qanla yazılan inqilabın sonu nə oldu? Bugün həmin o qəzəbli kütlənin Qəddafidən dırnaq arası azad etdiyi Liviya tamamilə xaraba vəziyyətindədir. Pulsuz təhsil, ev, səhiyyə, təhlükəsizlik hamısı Qəddafi ilə birlikdə yox olub getdi. Ölkə ikiyə bölünüb, hər gün silah səsləri kəsilmir. İnsanlar bir tikə çörəyə, təmiz suya möhtac qalıb. Qəddafini linç edənlər əslində o gün öz gələcəklərini, övladlarının xoşbəxtliyini o qaranlıq su borusunun içində məhv etmişdilər. O gedərkən arxasında yalnız dağılmış və parçalanmış bir ölkə deyil, həm də bütün tarixə çox acı bir ibrət dərsi qoydu. Bəzən xalqlar onlara verilən cənnətin qədrini ancaq cəhənnəmə düşəndə anlayırlar. Özünüzə yaxşı baxın.